Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin əməkdaşı həbs edilib. Xəbər studiyanın əldə etdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Orxan Məmmədov aprelin 1-də rayon məhkəməsinin qərarı ilə 6 sutkalıq həbs verilib. Şöbədə mütəxəssis vəzifəsində çalışan Orxan İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib. İnzibati xəta haqqında protokol araşdırılarkən məlum olub ki, Dövlət Qurumunun Goranboy şöbəsinin rəisi Elxan Feyziyev Orxanın vəzifəsinin dəyişdirilməsi və otağının boşaldılmasına göstəriş verib. Bundan narazı qalan işçi şöbə rəisinin otağına gedərək məsələni aydınlaşdırmaq istəyib və vəzifəsinin dəyişdirilməsinə dair yazılı əmrin təqdim edilməsini tələb edib. Bu zaman şöbə rəisi ilə əməkdaş arasında dava-dalaş düşüb. Davanı idarənin digər əməkdaşları rəisin otağına daxil olaraq sakitləşdiriblər. Bundan sonra Orxan barəsində polisə şikayət edilib və onun cəzalandırılması tələb olunub.